Bir telefonda 5 WhatsApp-ı 5 fərqli nömrə ilə necə işlədə bilərik? Videoya keçid etməmişdən öncə mütləq məni takib elə, çünki burada sənin bilmədiyin çox faydalı videolar paylaşmışam. Adi WhatsApp-ı və WhatsApp biznesi yükləyib 2 fərqli nömrə ilə açırıq. Sonra adi WhatsApp-ı kopyalayırıq. İndi göstərəcəm necə. Telefonumuzda bunun üçün ayarlara keçid edirik və düşürük aşağı. Qabaqcıl funksiyalara daxil oluruq və Dual Messenger-a keçib WhatsApp-ı burada açıq edirik və WhatsApp-ı kopyalayırıq. Artıq telefonumuzda 2 adi WhatsApp olmuş olur. Və videoda da göstərdiyim kimi adi WhatsApp-da 2 hesab əlavə eləmək olur və bunun üçün də nömrəni salırsınız, WhatsApp-ı açırsınız, kod gəlir, yığırsınız, sonra nömrəni çıxardıb hansı nömrəni istifadə edirsinizsə, o nömrə ilə də qalırsınız. Adi WhatsApp-da ikinci hesabı açmaq üçün parametrlərə daxil olub burada üstəgəl işarəsinə basırıq və hesab əlavə edirik. Beləliklə bir telefonda 5 WhatsApp işlədirik.